Sana nə olub qaqa? Müəllim yığır, müəllim yığır, müəllim yığır. Hadi yığır da bir aç gör nədir? Bəli, müəllim. Necəsiz, nə var, nə yox, keyfiniz, əhvalınız necədir? Allah köməyiniz olsun. Allah mənə sizin balalarınızın başına döndərsin. Oldu müəllim, baş üstə müəllim. Sabah vaxtında işdə olacağam, dediklərinizi hərfi-hərfinə eləyəcəm. Oldu müəllim, çox sağ olun. Allah köməyiniz olsun. Allah köməyiniz olsun. Qaqa, sana nə oldu? Belin tutub? Niyə iki qat oldun ki? Nə bilim, müəllimin səsi gələndə ona hörmət eləmək istəyirəm. Özümdən asılı olmur. Qaqa, hörməti üzbəüz gələndə eləyərsən. Bu adam sənə telefonla zəng eləyir. Özünü niyə itirirsən? İtirmə də özü. Bizim müəllim var ha. O elə gözəl, elə mübarək insandır ki, onun ürəyin ağrısı mənim ürəyimə olsun. Onun böbrəklərindəki daşlar mənim başıma düşsün. Əgər müəllim bankdan kredit götürərsə və götürdüyü krediti vaxtında ödəyə bilməzsə, qoy bank hər gün ona yox, mənə yığıb məni bezdirsin. Əgər müəllim kiməsə qarşı aşıbqa buraxarsa və aşıbqa buraxdığı insan ondan abijnik qalarsa, qoy həmin insan müəllimi yox, məni tutub yaxşı. Sən mənə de görüm, sənin boş vaxtın olur? Hə, boş vaxtım olur. Onda da müəllimlə gedirik balıq tutmağa. Ova gedirik, stadiona futbol oynamağa gedirik, PlayStation oynayırıq. Biz saxla da bildik. Sən mənə konkret de görüm, sənin boş vaxtın olur ya yox? Hə, olur. Həftədə bir dəfə vuxadnoymuzdur. Vuxadnoy günləri özünə hörmət eləyərsən. Vuxadnoy günləri niyə ki? Necə niyə? İşdə olanda vaxtın olmur da sən, bütün gün müdirin yanında olursan, ona yaltaqlanarsan. Evdə olanda keç güzgün qabağına, öz-özünə denən ki, mən özümə hörmət edirəm, mən özümə hörmət edirəm, mən özümə hörmət edirəm. Belə-belə meditasiya elə, onda gözləyirsən ki, yaxşı olacaq sənin üçün.